Hər birinizə salam. Gəlin bugün bir anlıq düşünək. Sizi siz edən nədir? Niyə bəzi xüsusiyyətləriniz ananıza, bəziləri atanıza bənzəyir? Bax, bugün biz bu gizli kodu, yəni genetikanı birlikdə açmağa çalışacağıq. Düzü, bu sualı yəqin ki, hamımız özümüzə bir dəfə də olsa vermişik. Niyə məhz anamın gözləri, amma atamın burnu məndədir? Necə olur ki, biz valideynlərimizin bu qədər unikal bir qarışığı oluruq? Bilirsiniz, bu sual əsrlər boyu insanlığın ən böyük tapmacalarından biri olub. Və cavab əslində bu iki sadə, amma çox güclü anlayışın tarazlığında gizlənir. Bir tərəfdən irsiyyət var, yəni valideynlərimizdən bizə ötürülən və bizi onlara bənzədən hər şey. Digər tərəfdən isə dəyişkənlik var. Bizi bir-birimizdən tamamilə fərqli, təkrar olunmaz edən o genetik qarışıqlıq. Yaxşı, bəs bu iki qüvvə necə olur ki, birlikdə işləyir? İnanılmazdır, amma bu nəhəng tapmacanın cavabı heç bir böyük laboratoriyada yox, bir rahibin Gregor Mendel'in bağçasında tapıldı. Düz 10 mindən çox təcrübə, təsəvvür edirsiniz və hamısı adi noxud bitkiləri üzərində. Məhz bu təcrübələrlə o genetikanın, yəni təbiətin gizli dilini kəşf etdi. Elə isə gəlin, biz də bu dili öyrənməyə başlayaq. Deməli, genetikanın dili. Hər bir dil kimi onun da özünə məxsus sözləri, yəni terminləri var. Mendel'in dahiyanə kəşflərini tam başa düşmək üçün gəlin əvvəlcə bu dilin bir neçə vacib sözünü öyrənək. Başlayaq fenotipdən. Bu çox sadədir. Fenotip bir orqanizmin sadəcə gözlə görə bildiyimiz, müşahidə edə bildiyimiz xüsusiyyətləridir. Məsələn, gözlərinizin rəngi, saçınızın qıvrım olması, hətta noxudun sarı və ya yaşıl olması. Bütün bunlar fenotipdir. Qısacası gördüyümüz hər şey. Yaxşı, bəs bu xarici görünüşün arxasında nə dayanır? Hər bir fenotipin arxasında bir genetik kod, bir növ proqram təlimatı var. Bax, biz buna genotip deyirik. Bu, valideynlərimizdən bizə ötürülən və o xarici görünüşü, yəni fenotipi yaradan konkret genlər toplusudur. İndi isə gəlin, işin ən maraqlı tərəfinə keçək. Bu genlər bir-biri ilə necə rəftar edir? Mənbədə çox maraqlı bir bənzətmə var. Deyir ki, dominant gen sanki resessiv genə bir yumruq vurur və deyir ki, sən kənarda dur. Yəni, dominant gen varsa, onun əlaməti mütləq üzə çıxır. Resessiv isə ancaq cütləşdiyi gen də resessiv olanda özünü göstərə bilir. Bax, bu fərqli gen versiyalarına, dominant və ya resessivə biz allel deyirik. Yəni, bir genin fərqli variantlarıdır. Təsəvvür edin, göz rəngi geni üçün bir qəhvəyi allel var, bir də mavi allel. Bizim genotipimiz də məhz bu allellərin cütündən, yəni kombinasiyasından yaranır. Onları asan olsun deyə böyük hərflə, yəni dominant və kiçik hərflə, yəni resessiv işarə edirlər. Yaxşı, artıq bu dilin əsaslarını bilirik. İndi hazırsınızsa, gəlin görək, Mendel bu sadə terminlərdən istifadə edərək o məşhur noxud bitkiləri ilə irsiyyətin ilk qanununu necə kəşf etdi? Bu, monohibrid çarpazlaşma adlanır. Mendelin yanaşması əslində dahiyənə dərəcədə sadə idi. O, bütün diqqətini yalnız bir əlamətə cəmlədi, noxudun rənginə. Nə etdi? Əvvəlcə yalnız sarı toxum verən, yəni genetik olaraq saf olan bir sarı noxud götürdü, bunu AA kimi düşünə bilərik. Sonra isə yalnız yaşıl toxum verən, saf bir yaşıl noxudla, yəni AA ilə onu çarpazlaşdırdı. Görəsən, nəticə nə olacaqdı? Və nəticə hər kəsi təəccübləndirdi. Alınan nəslin, yəni F1 nəslinin 100% sarı noxud oldu. Sanki yaşıl rəng heç mövcud olmamışdı, tamamilə yox olmuşdu. Bu, əlbəttə ki, sarının dominant olduğunu sübut etdi. Amma bu, həm də yeni və çox vacib bir sualı ortaya çıxardı. Bəs o yaşıl əlamət hara getmişdi? Yoxa çıxmışdı, yoxsa sadəcə sarı rəngin arxasında gizlənib öz fürsətini gözləyirdi? Bax, Mendel də məhz bunu öyrənmək istəyirdi. Bu sirri açmaq üçün Mendel növbəti addımı atdı. O, birinci nəsildə alınan sarı noxudları bir-biri ilə çarpazlaşdırdı. Hər ikisinin genotipi AA idi. Yəni, hər ikisi gizli yaşıl alleli daşıyırdı. Gördüyünüz bu cədvəl Punnett cədvəlidir. Bu, sadəcə bütün mümkün genetik nəticələri görmək üçün bir yoldur. Gəlin baxaq, bu çarpazlaşmadan nə alına bilərdi? Və budur, möcüzə baş verdi. O itmiş, gizlənmiş yaşıl əlamət ikinci nəsildə yenidən ortaya çıxdı. Qrafikdə bunu aydın göstərir. Təxminən hər 3 sarı noxuda qarşılıq bir yaşıl noxud əmələ gəlirdi. Bu klassik 3-ün 1-ə nisbəti. Bu, Mendelin ilk böyük qanununun sübutu idi.
Bax, bu Mendelin parçalanma qanunudur. Əsas fikir nədir? Əlamətlər bir-birinə qarışıb ərimir. Onlar ayrı-ayrı, müstəqil paketlər şəklində ötürülür. Baxmayaraq ki, xaricdən 3 sarı, 1 yaşıl görürük, genetik səviyyədə, yəni genotipdə nisbət fərqlidir. Bir saf sarı, 2 qarışıq sarı və 1 saf yaşıl. Məhz bu gizli nisbət gördüyümüz 3-ün 1-ə nisbətini yaradır. Yaxşı, bir əlamətin necə ötürüldüyünü başa düşdük. Amma həyatda hər şey daha mürəkkəbdir, elə deyilmi? Biz eyni anda bir çox fərqli xüsusiyyəti miras alırıq. Bəs Mendel bir neçə əlaməti eyni anda izləsəydi nə olardı? Məsələn, həm noxudun rəngini, həm də formasını. Görəsən bu əlamətlər bir-birinə yapışıqdır, yoxsa hərəsi öz yolunu gedir? Və Mendel məhz bu sualın cavabını tapmaq üçün təcrübəsini mürəkkəbləşdirdi. Bu dəfə o 2 əlaməti birdən izlədi. Toxumun rəngi, yəni sarı və ya yaşıl və toxumun forması, yəni hamar və ya qırışıq. Onun kəşfi isə genetikanı bir daha dəyişdi. Bir əlamətin necə miras qalması digər əlamətə heç bir təsir göstərmir. Onlar tamamilə müstəqildilər. Bu kəşf isə özünə məşhur 9.3.3.1 nisbətində göstərdi. Bu rəqəmlər nə deməkdir? Çox sadə. Bu deməkdir ki, təbiət sərbəst şəkildə kombinasiyalar yaradır. Nəticədə 9 dənə sarı və hamar, 3 dənə sarı və qırışıq, 3 dənə yaşıl və hamar və nəhayət cəmi 1 dənə həm yaşıl, həm də qırışıq noxud alırıq. Bu Mendelin ikinci qanunu, yəni müstəqil paylanma qanunu idi. Deməli, Mendelin 2 əsas qanununu artıq bilirik. Amma bilirsiniz, təbiət həmişə qaydalara tabe olmağı sevmir. Bəzən qaydalar biraz əyilir. İndi gəlin dominantlığın tam da dominant olmadığı bir vəziyyətə, yəni natamam dominantlığa baxaq. Təsəvvür edin, tamamilə qara, safqanlı bir toyuqla, tamamilə ağ, safqanlı bir toyuğu çarpazlaşdırırıq. Mendelin qanunlarına görə, əgər qara dominantdırsa, bütün balalar qara olmalıdır, düzdürmü? Yaxşı, bəs reallıqda nə baş verir? Cavab, heç biri deyil. Nəticədə alınan balaların hamısı nə qara olur, nə də ağ. Onlar bu iki rəngin qarışığı sanki boz-mavi rəngdə olurlar. Gördüyünüz kimi, burada dominant gen digərini tamamilə sustura bilməyib. Bax, bu hadisəyə natamam dominantlıq deyilir. Bu, heterozigot genotipin, yəni AA-nın tamamilə yeni, üçüncü bir görünüş yaratmasıdır. Mənbədəki bənzətmə isə əladır. Təsəvvür edin ağ bir kağızı, yəni ağ geni, ovcunuzda bərk-bərk sıxırsınız. Yəni, qara genin təsiri ilə. Kağız əzilsə də, barmaqlarınızın arasından onun ağ kənarları hələ də görünür. Yəni, resessiv gen tam yox olmur, təsiri biraz da olsa qalır. Beləliklə, bütün bunların mənası nədir? Mənası odur ki, bir rahibin bağçasında adi noxud bitkiləri ilə başlayan bu səyahət bütün müasir genetikanın təməlini qoydu. Mendelin qanunları bugün bizim özümüzü, irsiyyətimizi, hətta xəstəliklərimizi anlamağımız üçün bir kod kitabı, bir bələdçi rolunu oynayır. Mendel Genetika adlı nəhəng bir kitabın ilk fəslini yazdı. Bizə bu dilin əlifbasını verdi. Amma bu kitab hələ də yazılmaqda davam edir. Bəs sizcə növbəti fəsildə insanlıq hansı böyük genetik sirri açacaq